Bu gün səninlə arxa sürməyi öyrənəcəyik. Arxa sürməyin üstünlükləri çoxdur. Bax, elə sürücü var ki, qarşı-qarşıya sürməyi bacarır, amma arxa sürməyi bacarmır. Deməli, bu qeyri-peşəkar sürücüdür. Elə situasiya var ki, real həyatda özünü sürərkən sən arxa sürmək məcburiyyətində qala bilərsən. Məsəl üçün, səni dəvət edir harasa bir qonaqlığa, girsən, 300 metr, 500 metrdən sonra baxırsan ki, yol çöküb, ağac aşıb və ikinci bir zolaq yoxdur ki, dönüb qayıdasan geriyə. Məcbursanmı arxa sürəsən? Və sən sürməyi bacardığın halda rahat şəkildə sürəcəksən, avtomobile zərər gəlməyəcək, əhval-ruhiyyən əla olacaq. Amma yox, Allah eləməsin, sürməyi bacarmadığınız halda nə baş verəcək? Avtomobilimizin sağ küncünü sağımızdakı bordura vuracağıq, solundakı bordura vuracağıq. Bunun üçün də biz sizinlə mükəmməl şəkildə arxa sürməyi öyrənəcəyik. Bax, mən bu dərsimizdə siz şahid olacaqsınız. Elə öyrədirəm tələbələrin ki, bütün güclərlə işləməyi öyrədirik. Hətta güzgülərsiz belə arxa sürməyi öyrədirik. Təsəvvür etsən, güzgüsüz, güzgüyə baxmadan arxa sürməyi öyrənmək. Onun üçün də müəyyən hesablamalar var. Kör-körənə şəkildə sür qabağa, sür arxa etməyəcək. Aydındır? Müəyyən bir belə deyək də, meyar seçməliyik özümüz üçün, düstur seçməliyik. Bizim düsturumuz sağımızdakı bordoru görürsənmi? Bordordur. Əgər orada o bordorun yanında sarı xətt və ya ağ xətt olsaydı, 1.1 və ya 1.4 üfüqün şamlı xətti olsaydı, bu zaman biz onu özümüz üçün düstur seçəcəkdik, onunla hesab aparacaqdıq. Niyə? Həmişə yadında saxla, o sarı xəttdən və ya ağ xəttdən sonra bordor arasında bir təkərin eni qədər məsafə olur və ya ondan biraz az olur. Sən sarı xəttdən və ya ağ xəttdən hesablama aparsan, belə deyək də, heç vaxt bordora vurmasın özünü, sortlamış olarsan özünü. İndi burada sənin sınavın biraz daha da çətin olacaq. Çünki burada xətt yoxdur, sırf bordor var. Bordoruna hesab aparacaq, oldu mu? Yadında saxla. Avtomobili arxaya sürərkən sükanı hara döndürsən, avtomobilin arxası ora gedir. Bax, məsəl üçün, bu avtomobildir, məsəl üçün. Sükanı sağa apar, sağa. Bax, sən sükanı sağa aparsan, bax, avtomobilin arxası sağa gedir, önü sola getdi. Gördün mü? Qaytar yerinə. Düzəldi. Sükanı sola apar, avtomobilin arxası sola gedəcək, önü sağa gedəcək. Deməli, biz avtomobilin arxasını sağa apararkən, yəni sükanı sağa döndərərkən, avtomobilin arxasını sağımızdakı bordordan qorumalıyıq. Önü isə əks olacaqdır. Yox, sükanı sola döndərirsə əgər, bu zaman avtomobilimizin önü ora dəymək ehtimalı var, bordora dəymək ehtimalı var. Bu zaman önünü qorumalıyıq. Aydındır? İndi mən sizə hesablamaları ödəyəcəm və dərsə başlayırıq.